Mən şirkətin Keyfiyyətə Nəzarət Departamentinin rəhbəri Səxavət Əhmədli nəzərinizə çatdırmaq istəyirəm ki, TVM İnşaat MMC tərəfindən tikintisi həyata keçirilən və bizim də çalışdığımız dövlətyarlı kənd, ağıllı kənd layihəsi konsepsiyası bütün standartlara uyğun tikinti və inşaat normaları davam elətdirilir. Nəzərinizə çatdırıram ki, bütün fərdi yaşayış evləri bünövrəsindən, təməlindən tutmuş, tamamlana qədər keyfiyyətə nəzarət və texniki nəzarət, təhlükəsizlik mühəndisləri tərəfindən tam nəzarət altındadır. Şirkətimiz işçilərin rahatçılığı, perspektivliyi, asudə vaxtı, bu kimi şeylərin keçirilməsini hər birini tam nəzarətdə saxlayır və mühəndislərimiz bununla bağlı vaxtaşırı olaraq iclaslar, təlimatlar keçirilir, təlimlər izah olunur işçilərə. Hər bir əməkdaşımız bilir ki, gördüyü işin arxasında həm dövlət standartı, həm də onun öz şəxsi məsuliyyəti dayanır. Gördüyümüz kimi arxada B2 yolunda qazıntı işləri həyata keçirilir və buna texniki nəzarət edən yol mühəndisimiz Şamxal müəllim də hazırda sahədədir. Bizim əsas vəzifəmiz Füzuli rayonunun Dövlətyarlı kəndində həyata keçirilən ağıllı kənd layihəsinin bütün mərhələlərində keyfiyyət standartlarının tam şəkildə qorunmasını və tətbiqini təmin etməkdir. Çünki bilirik ki, layihənin ruhu dincəlmiş və motivasiyalı işçinin əlindədir. Sahədə bir neçə nəfərlərin, yüzlərlə insanların çalışmasından asılı olmayaraq, hər bir kəsin əmək haqqısı dəqiqliklə saniyə və saniyəsinə hesablanır. Bütün ödənişlər tam şəkildə icra edilir. Biz dürüstlüyü keyfiyyətin təməli hesab edirik. Məqsədimiz dövlətyarlı kəndini həm yerli, həm də beynəlxalq səviyyədə müasir yaşayış və kənd təsərrüfatı klasteri kimi nümunəvi bir layihəyə çevirməkdir. Nəzərinizə çatdırım ki, rəqəmsal nəzarət və şəffaflıq sayəsində biz gələcəyin kəndini bugünkü məsuliyyətimizlə qururuq və borcluyuq da. Bizim üçün keyfiyyət sadəcə standart deyil. Bu dövlətyarlı kəndində yenidən canlanan həyata qarşı məsuliyyətimiz, işçimizin zəhmətində olan sonsuz hörmətimiz və Füzulinin gələcəyinə atılan sarsılmaz imzamızdır. Mən özüm Sumqayıt şəhər sakiniyəm. Hal-hazırda TVM şirkətində işləyirəm. Bir neçə şirkətlərdə işləmişəm. 10 ildən çoxdur usta vəzifəsində işləyirəm. 1 ildən çoxdur TVM şirkətində işləyirəm. Vaxtı-vaxtında ödənişimiz olunur. Necə deyirlər, fəhlənin ustanın təri qurumamış. Ödənişlərimiz təmin olunur. Yataq yeri, hamam güşəsi, yeməkxanası, yeməkxanada olan avadanlıqları, istilik güşələr, hər bir şey var. Uğurluyum ki, 13 ildir usta işləyirəm. Azərbaycanın ayrılmış torpaqlarında bir neçə ildir ki, yəni usta fəaliyyət göstəririk. Heç bir negativ hallarla qarşılaşmamışıq. Hər şeyimiz öz qaydasında, yeməyimiz, içməyimiz, yatmağımız və şirkət rəhbərinə təşəkkürümüzü bildiririk. İşimizi qutarırıq. Ev hörülüb qutardıqdan sonra da pulumuzu bir manatına kimi hamısı tam şəkildə ödənilir. Hal-hazırda burada nə işlər görürüz? Hal-hazırda dam örtükləri işləri görürük. 4 aydır, hər şərait var. Yatmağımız rahat, yeməyimiz rahat. Şimdi işləri şükür yaxşıdır. Hər şey öz qaydasındadır. Gördüyünüz işlərdən nə isə göstərə bilərsiniz? Göz qabağınızda millət hamısı. Bunların hamısını biz bilmişik. Bunlardır, bu evlərdir, bunların hamısını biz işləmişik. Birinci sıra tip 1-24-cü evimizdə gördüyümüz kimi ağla işləri davam etdirilir və nəzərinizə çatdırım ki, bütün işlərimiz qardaş dövlət standartlarına uyğundur. Bütün materiallarımız seismik davamlılığa dözümlüdür. Hər şey qaydasındadır. Yenə deyirəm, belə pis çıxmasın. O görünən dağa nə bələdsə, özünüz baxın, hər şey göz qabağındadır. Materialımız da, işimiz də, işçiliyimiz də, özünüz də gəzdikcə çəkiliş eləyəsiniz, baxasınız hər bir yerə. Buyurub tanış ola bilərsiniz. Bura həyətyanı sahəsi, həmişə yaşıl bitkilər, yaşıllıq qazon zonasıdır, ağaclardır, kənardan hasarlanmışdır. Gəlin zəhmət olmasa, səliqəli formada təqdim edə bilərəm fasad işləri, istilik izolyasiya, ağlay sistemləri. Evlərimizin giriş hissəsində gördüyümüz kimi həm təhlükəsizlik, həm dizayn baxımından metal məhəccərlərdən istifadə olunmuşdur. Fərdi yaşayış evinin həyətyanı sahəsi olaraq sizə təqdim edə bilərəm. Hər bir vətəndaş burada özü üçün istədiyi hansısa bir məhsulu əkib, becərib ondan səmərəli formada istifadə edə bilər. Buyurun, evin səkisi, kənarları, istirahət üçün dam, balkon. Gördüyünüz bu fərdi yaşayış evi müasir kənd arxitekturasını, həmçinin keyfiyyətli işçiliyin bariz nümunəsidir. Özünüzdə tanış ola bilərsiniz. Bütün yeraltı sınaqlardan keçmiş asfalt örtüyümüzü sizə təqdim edə bilərəm. Keyfiyyət mühəndislərimiz tərəfindən bütün bərklik və sıxma testlərindən keçmiş, kommunikasiya və digər şəbəkələri yüksək səviyyədə hazırlanmışdır. Bu o deməkdir ki, gələcəkdə burada hansısa söküntü və ya təmir işlərinə ehtiyac olmayacaq.